Salam əziz dostlar. Əməliyyat sistemində səs kartı və onunla bağlı parametrlərin tənzimlənməsi üçün Zvuk i Audio Устройство adlanan proqramdan istifadə olunur. Bu proqramı ekrana çağırmaq üçün mausun sol düyməsi proqramın işarəsi üzərində 2 dəfə sıxılır. Beləliklə proqramın işçi pəncərəsi ekrana gəlir və həmin pəncərə Zvuk i Audio Устройство adlanır. Yəni səs və audio qurğular. Əlbəttə bu proqram 5 səhifədən ibarətdir. Proqramın hər bir səhifəsi işin bu və digər mənasında səs və audio qurğuların tənzimlənməsi üçün nəzərdə tutulub. Gromkost adlanan səhifəyə diqqət yetirək. Gromkost adlanan səhifədə ilk növbədə bizim nəzərimizə çarpan hissə həmin avadanlığın səs kartının adı olur. Yəni bizim nümunədə Soundmax Digital Audio'dur. Bu deməkdir ki, bizim səs kartımızın adı budur. Gromkost Mixer adlanan hissə isə səs ucalığını həm yuxarı, həm də aşağı etmək üçün nəzərdə tutulub. Bu şey bu onu göstərir ki, səs oxutulan zaman səs daha yüksək tonda çıxacaq. Nice bu deməkdir ki, həmin səsin demək olar ki, əksi verilməyəcək. Vuklichi zvuk birbaşa səsi kəsir. Bizdə video zapis getdiyi üçün biz vuklichi zvuk vurulmur. Çünki bizim zapis zamanı səsimiz kəsiləcək. Amma ümumilikdə bunu nümunə üçün göstərək. Məsəl üçün, vuklichi zvuk vuruldu. Və həmin sahədən işarəni götürdük və beləliklə bizim səsimiz demək olar ki, video zapisə düşür. Отображать значок на paneli zadaç. Bu sətirdə sahə sıxılarsa, sahədə işarə qoyularsa və primit düyməsi sıxılarsa, bu deməkdir ki, həmin işarə tapşırıqlar panelində olan işarə ilə əvəzləndi. Yəni bu səs işarəsinin buradan götürülməsi üçün həmin sahədən işarənin götürülməsi kifayətdir. Məsələn, biz bunu nümunə olaraq tətbiq eləyək. Bunun üçün sol düyməni buradan yığışdırdıq və primit düyməsini sıxdıq. Beləliklə tapşırıqlar panelində səs kartının işarəsi yoxdur. Və əksinə bunu yenə qalçıqın qoyub primit düyməsini sıxanda əksinə həmin işarəni biz tapşırıqlar panelində görmüş oluruq. Dinamiklərlə bağlı olan səs ucalığını tənzimləmək üçün Gromkost dinamika adlanan xüsusi bir düymə mövcuddur və bu düyməni sıxmaqla biz dinamiklərlə bağlı olan səs ucalığını tənzimləyə bilərik. Hər iki tərəfdə, levo və pravo tərəfdə maksimum göstərilir. Bu deməkdir ki, kompüterə qoşulmuş hər iki səs ucaldıcıdan eyni zamanda maksimum səs çıxacaq. Əlbəttə bunların biz solu və sağı öz istədiyimiz kimi səs ucalığını tənzimləyə bilərik. Məsələn, deyək ki, sol belə deyək sahədən səs biraz minimum çıxılsın və yaxud da əksinə, əgər biz kompüterə nauşnik qoşmuşuqsa, bu zaman sol və sağ qulaqcıq sahələrini, səslərini tənzimləyə bilərik. Bütün əməliyyatların tətbiqindən sonra OK düyməsini sıxmağımız kifayətdir. Doполнительно adlanan düymə kompüterə qoşulmuş səs avadanlıqlarının siyahısını bizə təklif edir. Əgər biz kompüterdə səs ucalığlarından istifadə ediriksə, onda bu nümunənin seçilməsi bizim üçün əlverişlidir. Yox, əgər biz kompüterdə qulaqcıqdan istifadə ediriksə, onda biz burada stereo nauşnik adlanan sətr seçilməli və primit düyməsi sıxılmalıdır. Bu onu göstərir ki, bizim qoşduğumuz avadanlıq qulaqcıqdır. Reçlə bağlı olan bölümə diqqət yetirək. Reçlə bağlı olan bölümün mən müxtəlif parametrlərini sizə sadəcə izah etməyəcəm. Burada bir dənə parametr bizim üçün daha maraqlıdır. Bu da zapis reçi adlanan səhifədir. Proverka adlanan düyməni sıxmaqla kompüter qoşulmuş, xüsusən mikrofonu tanıtırmaq üçün nəzərdə tutulub. Əvvəlki dərslərimizdə biz bu mövzuya toxunmuşuq. Ona görə bu sahəyə demək olar ki, fikir verməyəcək. Оборудование adlanan səhifə kompüterə qoşulmuş səslə işləyən avadanlıqların siyahı toplusunu təklif edir və hər bir siyahının qarşısında sol düyməni sıxmaqla həmin avadanlıq haqqında ətraflı məlumat əldə etmək olar və xüsusən bizim üçün burada bu sahə daha çox maraqlıdır. Əgər burada устройство работает нормальный sətri varsa, bu deməkdir ki, həmin qoşulan avadanlıq daha yaxşı keyfiyyətlə işləyir, yəni normal işləyir. Hər bir avadanlığın diaqnostikası deyilən bir anlayış var və diaqnostika düyməsini sıxmaqla həmin avadanlıqda baş vermiş nasazlığı proqram vasitəsilə həll etmək olur. Audio adlanan bölüm xüsusi audio qurğuların kompüterə qoşulan zaman onların səs parametrlərinin tənzimlənməsi üçün nəzərdə tutulub. Biz Zvuki bölümünə də diqqət yetirək. Bu Zvuki bölümü əməliyyat sisteminin müxtəlif hissələrində səslərlə bağlı olan tənzimləmələri yerinə yetirir. Məsələn, əməliyyat sistemi ekrana gələn zaman onun müəyyən bir salamlama səsi mövcud olur və yaxud da pəncərəni bağlayan zaman müəyyən bir səs çıxır və bu kimi parametrlərin tənzimlənməsi əlbəttə Zvuki
Zwuk adlanan bölümdə həyata keçirilir. Tövsiyə olunur ki, Zwuk adlanan bölümdə hər hansı bir elementi dəyişməyin, çünki bu zaman Windows-un səs parametrlərini sadəcə korlamış olaraq. Bütün dəyişikliklərin sonunda OK düyməsini sıxmağı unutmayın. Çox sağ olun.